Bismillahirrahmanirrahim. Sizi salamlayırıq əzizlər. 22 bəhmən, yəni 11 fevral İslam İnqilabının, İrandakı İslam İnqilabının 47-ci il dönümü tamam oldu. Bu bayram həqiqətdən bütün dünya müsəlmanlarının, bütün dünya azadlıq sevərlərinin bayramıdır. Əzizlər, siz cəmiyyəti müşahidə edirsiniz. Biz Qumda deyilik, başqa bir şəhərdəyik. Başqa şəhərdə millət axışıb, ucu bucağı görsənməyən bir insan axışı, cəmiyyət axışı. Bunlar nə üçün gəliblər? Bunlar gəlib sözləri budur. Deyirlər ki, Amerika qələt edir, İsrail qələt edir, bütün dünya hegemonları hamısı qələt edir. Və bununla bu hökumətin, bu inqilabın arxasında olduğunu göstərməyə gəliblər. Möhkəm dayaqdılar. Şarları da budur ki, İmam Xameneyi qəhrəman. Yəni qəhrəman İmam Xameneyi. Bunların xulasa sözü budur. Və bu xalqı məğlub etmək mümkün deyil. Və inşallah bu xalq, bu hökumətin, bu nizamı, bu inqilabın arxasında dayanır. Sizlərə də mübarək olsun.